Deməli, stop run dərsi də eyni zamanda bu absorption məsələsi ilə bir-birinə yaxındır, amma arada bəzi cüzi məsələlər var, onlara baxmaq lazımdır. Bu biraz artıq nisbətən daha absorptionun filtrlənmiş formasıdır və konkret bilirsiniz ki, hansı yerlərdə baxılması bunun üçün daha yaxşı olar. Deməli, gəlin birinci baxaq ki, stop runlar əsas nələrdə olur? Yəni əsasən bunu biraz fərqli başa düşürlər bu high və low məsələsində, amma bunu indi daha professional şəkildə izah edəcəm ki, başa düşəsiniz. Və bunu mən əsas o vaxtı yadıma gəlir, texniki manipulasiyalarla bir yerdə mən absorption istifadə eləyirdim, bəli, absorptiondan exhaustion istifadə eləyirdim. Bu mənim win rate-imi daha da artırırdı, daha da yaxşı skalplar götürürdüm. Və eyni zamanda bir müddət onu da mentorluğa yeni başlayanda o vaxt izah edib öyrətmişəm ki, manipulyasiyalarla bir yerdə absorptiondan exhaustion olsun, həmin girişlər çox daha yüksək ehtimallıdır. Eyni zamanda kanalda absorption exhaustion dərsi var köhnədən. Onda da bu haqda danışmışdım. Deməli, əsasən, yəni belə bir şey deyim ki, qiymət hələ də getmədiyi hissələrdə icra olunmamış əmrlər qalıb. Yəni hər yerdə var, icra olunmamış əmrlər hər yerdə var. Amma qiymət hələ də yaxın müddətdə getmədiyi yerlərdə əmrlər getmədikcə daha çox yığılır. Yəni belə desək, məsəl üçün bu hissəyə baxın, qiymət bura qədər gedib, amma qayıdıb aşağı düşüb. Qiymət hələ də bura qədər getməyibsə, yəni bunun üstünə keçməyibsə, həmin yerdə əmrlər daha çox yığılır. Və bir şey var ki, əgər orada stop əmrləri yığılıbsa, stop əmri market ora çatanda, qiymət ora çatanda avtomatik market əmrinə çevrilir. Yəni buy stop əmri bura qoyulubsa, short pozisiyasında bura stop əmri qoyulubsa, qiymət ora çatanda avtomatik buy stop market ordera çevrilir də qarşı tərəfdəki satış likvidliyini istehlak edir. Və beləliklə siz zərərdə olursunuz stop əmrində. Və bu kənarda necə olur? Bu arada lovlarda olmalıdır burada. Bu highlarda söz qalıb, ona fikir verməzsiniz. Highlarda buradır, lovlar buraydı. Bu hissədə baxırsınız, lovda gəlib də qiymət bu hissədə satış tərəf daha güclüdür. Niyə? Çünki satış stop əmrləri burada varsa əgər, qiymət ora çatanda satış stop əmrləri avtomatik satış market əmrinə çevirir də, gedir qarşı tərəfdəki alış likvidliyini istehlak edir. Ona görə burada yaxşı satış həcmi görünür, alış həcmi isə daha az olur. Burada məsələn alış həcmi daha çox görünür, satış həcmi az olur, amma qiymətə təsir edir. Qiymətə alış təsir eləmir, qaldıra bilmir, amma satış təsir edir. Deməli burada stop run var. Bunu deməli mən əsas necə istifadə edirdim o vaxt? Deməli belə bir şey. Deyək ki, qiymət belə gəlmədiyi yerlər var, gəldi oranı manipulyasiya elədi. Buna nə deyirdik? Turtle soup deyirdik. Çünki niyə turtle soup? Bu o vaxtdan niyə buna turtle soup deyilir? Çünki tısbağaya oxşuyur. Tısbağanın bədəni, başı, ayaqları. Yəni qiymət 2 dənə high, təpə varsa və yaxud da bir dənə, amma əsas 2 dənəsi olması daha yaxşıdır, bir-birinə yaxındır, çünki daha çox əmr qalır burada icra olunmamış. Qiymət onları gəlib götürəndən sonra bu hissədə baxırdım ki, məsəl üçün ya əvvəl də bir yerdə deyək ki, məsəl üçün belə bir high daha var, bu hissədə absorption olsun. Yəni qiymət cumulative volume deltada buradakı high'dan daha yuxarı keçsin. Mən belə baxırdım absorptiona. Eyni zamanda footprintdə də baxmaq olar. Footprintdə isə belə göstərdiyim kimi baxmaq olar. Və bunu daha yüksək ehtimalı belə götürmək olar ki, volume profilin bu kənarında olsun. Volume profilin necə demişdik, əsas biznes zonalarından girilən əməliyyatlar çox daha yüksək ehtimallıdır. Volume profilin kənarında, məsələn deyək ki, bir dənə belə low var. Qiymət o lowu götürəndə bu hissədə deyək ki, əgər long götürəcəksə nə lazımdır? Satış absorption. Satış tərəf həcmi çox icra olunsun, alış tərəf az. Ondan sonra volume profilin içinə doğru keyfiyyətli long imkanı olar. Və yaxud da bu yuxarı hissədə gələr bir dənə belə high'lar yaradır və yaxud da bir dənə high var, gəlir götürür və həmin hissədə nə var? Alış absorptionu var və yaxud da stop run deyə bilərik. Burada göstərdiyim, aşağıdakı birinci nümunədə göstərdiyim kimi. Bir dənə qiymətin üstündə də buna bir dənə göz ataq. Məsəl üçün bu hissəyə diqqət edin. Deməli burada nə var? Burada deməli bir dənə belə low var bu hissədə. Qiymət həmin yerə doğru gəlir. Qiymət buranı aşağı keçəndən sonra bu şeydə burada bir şeyə fikir versəniz görərsiniz ki, satış həcmi çoxdur. Niyə? Long əməliyyatına girənlər sell stop qoyur və sell stop qiymət ora gəlib çatdığı anda satış market əmrinə çevrilib də qarşı tərəfdə alış likvidliyini istehlak edir. Və ondan sonra nə baş verir?
qiymət yuxarıya doğru davam edir, artmağa başlayır. Yəni buna və bunun burada yüksək ehtimallı olmasının başqa bir müsbət cəhəti orasındadır ki, burada volume profilə baxsaq, məsələn günün əvvəlindən də baxıla bilər, yəni günün öz volume profilinə. Yəni 18:00-dan sonra ora qədər çəksək, fikir versəniz əsas dəyərli zona yuxarıda qalır. Yəni bura value area low-dan aşağı hissədə qalır. Mənim göstərdiyim bax bu hissə günün dəyər zonasının alt hissəsində qalır. Yəni yuxarı getmək üçün səbəb var. Və eyni zamanda da görürsünüz ki, volume with average price VWAP eyni zamanda buradan yuxarıda qalır. Long üçün başqa bir digər əla səbəb. Və yaxud da bu hissələrə baxaq görək. Burada məsəl üçün nələr var. Eyni zamanda bu stop run şərt o deyil ki, yəni bir dənə tam hayda olsun. Eyni zamanda buraya baxsanız, görürsünüz ki, burada şamların haylarına baxın bu hissədə. Yəni gözləyin, bax bu hissəyə. Bu bölgə. Qiymət yenə buraya gəlib, alış həcmi çox icra olunub bunların üstünü keçəndən sonra. Amma qiyməti yuxarıda saxlaya bilməyib. Həmin alıcıdan daha az satıcı qiyməti aşağı darta bilib. Və yenə bu hissədə alış gəlib, amma yenə yuxarıda saxlayıb, qaldıra bilməyib. Yenə biraz da satış daha aktiv olan kimi daha aşağı endirə bilib qiyməti. Və eyni zamanda bu da, məsəl üçün short üçün ideal şərait yaradır ki, value area high-da bu baş verib, yəni dəyər zonasının yuxarı sərhədində alış absorptionu və yaxud da tələyə düşmüş, absorb olunmuş alış əmrləri var burada, daha yaxşı güvən versin. Eyni zamanda, yəni bu tək şərt o deyildi ki, yəni sırf bu stop run-a alış satış absorptionuna sırf şeydə baxmaq lazımdır. Eyni zamanda yenə deyirəm, mən o vaxtlar əsas baxanda çalışırdım ki, turtle soup götürəndə hər zaman orada əgər ki absorption ya da exhaustion olsa mən elə götürüm turtle soup-u ki, ehtimalı daha yüksək olsun. Məsəl üçün buralarda baxaq görüm onun götürdüyüm əməliyyatlara nümunələr varmı? Bir dənə bura fikir verin. Deməli burada bir-birinə yaxın haylar var. Yəni turtle soup-dan bildiyimiz kimi. Qiymət həmin onlar yuxarı keçəndən sonra nə deməkdir? Bayaq dediyimiz kimi alış stop əmrləri. Yəni short pozisiyasında qoyulan stop əmrləri, yəni buy stoplar sayılır. Əvvəlki təməl dərslərdə bunlar haqqında danışmışam. İndi onların üstə çox qalmıram ki, çox uzanmasın. Həmin onlar həmin yerdə alış market əmrinə çevrilir və gördüyünüz kimi baxın bu hissədə. Bu hissədə nə baş verir? Alış əmri daha çoxdur. Satış əmri demək olar ki, bu hissədə gəlməyə başlayıb, amma qiyməti yuxarı qaldıra bilməyib. Deməli burada stop run var. Ondan sonra qiymət daha aşağıya doğru davam edib. Və eyni zamanda mən üstünlük verdim orada absorption da olsun. Baxın bu hissəyə fikir versəniz, nə görərsiniz? Qiymət burada düşə-düşə gedir, düşə-düşə gedir. Amma həmin yerdə qiymət burada cumulative value delta-da qalxır. Bu nə deməkdir? Qiymət düşməsinə rəğmən, burada stop run olub düşməsinə rəğmən, hələ də həmin hissədə alış həcmi satış həcmindən çoxdur. Yəni arxa fonda orada alış həcmi daha çoxdur. Amma qiymət düşə-düşə gedir. Bu alıcılara nə baş verir? Cumulative value delta-da, yəni delta nə idi? Alışla satış fərqi. Alışla satış fərqində alıcılar daha üstün fərq təşkil edir. Amma qiymət düşə-düşə gedir. Bu nə deməkdir? Alıcılar tələyə düşür. Alıcılar sorulur. Alıcıların həcmi heçə sayılır qiymət tərəfindən. Bu da eyni zamanda əlavə güvən verir ki, bu hissədə daha yaxşı, belə deyək ki, short imkanı olsun. Ondan sonra da qiymət davamlı olaraq düşür, xeyli düşür, hara kimi VWAP-a qədər düşür adətən. Və yaxud da eyni zamanda günün həmin yerinə baxsaq, günün əsas dəyər zonası, bir dənə sessiya value profili bağlayayım. Baxsanız həmin yerdə günün əsas dəyər zonası buradır, VWAP da buradadır, amma gündə qiymət hələ də yuxarıdadır. Bu da eyni zamanda düşüşün ehtimalını artırır. Və əlavə olaraq mənim əvvəl götürdüyüm o turtle soup-la absorption exhaustion bir yerdə olması, yəni və yaxud da bu Hərrac teoreminin daha sadələşdirilmiş forması. Burada çəkim, deyək ki, qiymət əgər ki turtle soup-da bir yerdə haylar yaratmağa başlayırsa, deməli orada Hərrac qəbul olunub, qiymət orada yığılır, dayanılır, orada value profildə şikinlik yaranır.
Turtlesda isə qiymət onun xaricinə çıxır və yaxud da hərrad zonasının xaricinə çıxır, hayları götürür. Həmin hissədə failed auction olur, uğursuz keçmiş hərrac olur. Yəni qiymət əvvəlki hərrac zonasına qayıtmağa meylli olur və həmin nöqtədə də stop run görsək və yaxud da alış absorption görsək, bu da əlavə olaraq bizə güvən qata bilər ki, burada götürüləcək balaca bir scalp olsa da, dəyər zonasından lap uzaqda olsa belə istiqaməti üst-üstə düşür, daha yüksək ehtimallıdır. Deməli, o vaxt götürdüyüm əməliyyatlar əsas nümunələr necə idi? Yəni bu sırf manipulyasiya ilə absorption necə istifadə edirdim? Deyək ki, qiymət gəlib də, məsəl üçün yenə belə eləyir. Bu hissədə deyək ki, başqa bir dənə high var. Məsələn, qiymət gəldi, oranı götürdü. Mən birinci baxırdım ki, orada manipulyasiya olsun. Qiymət hansı sahə götürsün, amma həmin yerlərdə cumulative və M-delta-da divergence olsun. Yəni necə? Əvvəlki dərsdən bildiyiniz kimi, deyək ki, qiymət belə eləyib, amma cumulative və M-delta-da daha yuxarıya qalxıb. Bu absorption deməkdir. Məsələn, deyək ki, qiymət gəldi, belə bir şey elədi. Hələ də bu təpəyə çatmayıb. Yəni bu təpə belə daha yuxarıdadır. Qiymət bu daxili high balaca yeri manipulyasiya edib üstünə keçib. Amma həmin yerə baxırıq ki, çoxlu alış həcmi icra olunduğuna görə cumulative və M-delta həmin yerdə daha çox yuxarı gedib. Niyə? Çünki alış həcmi satış həcmindən çoxdur deyə alış həcmi burada cumulative və M-deltadan gizlənə bilməz. Görürük ki, bəli, alış həcmi daha çoxdur satış həcmindən və cumulative delta arta gedib. Bəs niyə qiymət də artmayıb? Çünki burada alıcıların verdiyi əmrlər sorulub. Alıcıların verdiyi əmrlər satış limitləri ilə üzləşib, onları doldurublar. Yəni alıcılar absorb olunublar, alıcılar sorulublar. Ümid edirəm ki, bu absorption məsələsini yaxşı başa düşdünüz. Mümkün qədər ən sadə dildə izah elədim. Əgər ki, başa düşməyənlər olsa, mütləq kommentdə yazsın. Absorptionla əlaqəli növbəti dərslər də var. Mən onlarda bunun üstünə daha çox düşüm, daha dərindən izah edeyim. Belə növbəti dərslərdə görüşəndək.